Vaxtımızda belə şeylər yox idi. Bəli, çox vaxt bunu biz böyüklərimizdən eşidib giləylənirik. Bugün isə Z nəslinin gənc nümayəndəsi olaraq bu mərkəzə gələndə elə mən də bu ifadələrdən istifadə etdim. Doğrudan da bizim vaxtımızda belə şeylər yox idi. Bəli, biz bugün Mədəniyyət Nazirliyinin nəzdində mədəni və yaradıcı sənayələrin inkişafı mərkəzindəyik. O mərkəz ki, bütün potensialı olan gəncləri bir araya yığıb onların gələcəyi üçün onlara işıq olur. Bugün isə mərkəz haqqında bizə məlumatı mərkəzin icraçı direktoru Lalə xanım Əhmədova verəcək. Lalə xanım, salam. Mərkəzimiz haqqında məlumat verərdiniz. Neçənci ildə yaranıb, məqsədi nədir, fəaliyyəti necə olub? Bizim yaradıcı mərkəz, Yaradıcı Azərbaycan layihəsinin bir hissəsidir, böyük bir hissəsidir. Elə siz dediyiniz kimi sözünüzə qüvvət. Mən millenial nəslindənəm və bizim gəncliyimizdə doğrudan da belə bir şərait yox idi. Amma lakin hal-hazırda, yəni bugün belə bir mərkəzin olması gənclərə və ümumiyyətcə mədəniyyət sahəsində çalışan, incəsənət sahəsində çalışan insanlara dəstək olması bu çox böyük bir addımdır ümumiyyətcə bu sahədə. Bundan əlavə biz hər bir klaster üzrə film, animasiya, musiqi, game, startaplar və yaxud da digərləri hər bir klaster üzrə çalışmaq istəyən, inkişaf etmək istəyənlərə tam dəstək oluruq. Biz elə hal-hazırda indi Yaradıcı Mərkəzin oyun, animasiya, musiqi, foto və video studiyası olan məkanındayıq. Mən sizi dəvət edirəm. Bir balaca ekskursiya eləyək, həmkarlarım sizə daha ətraflı məlumat versin. Hazırda biz mərkəzin gaming, yəni oyun bölməsindəyik. Burada gənclər müxtəlif animasiyalardan istifadə edərək oyunlar yığırlar. Bu barədə bizə məlumatı Nurxan verəcək. Nurxan özü də hazırda iş prosesini görür. Nurxan, nə işlə məşğulsuz? Tam olaraq bu bölmə nəyə yarayır? Bu barədə məlumat verərsiniz. Salamlar, mən Nurxan Əliyev. Hal-hazırda NOS studiyada 2D konsept artisti olaraq fəaliyyətdəyəm. Bizim komanda olaraq Unity oyun mühərrikində həm oyun mexaniklərini, həm animasiyaları və oyundakı hekayəni tərtib edərək oyunu başa çatdırmaya çalışırıq. Oyun, hekayə və mexanika və game design olaraq Mətin Qafarov sizə məlumat verə bilər. Salamlar, mən Mətin, NOS komandasının game designeri və pixel artistiyəm. Bu komandada mənim vəzifəm bu oyunun ssenarisini təyin etmək, burada oyuncuların personajları düzəltmək və onların oyuncuların nə ilə qarşılaşacağını müəyyənləşdirməkdir. Eyni zamanda pixel artistəm. Game Cons'a başlamazdan, inkubasiyaya başlamazdan əvvəl hobbi olaraq etdiyim işi burada proyektləşdirməyə və oyun düzəltməyə çalışırıq. Mən NOS studiyanın konsept artisti Cavad və İlazə. Oyundakı personajları dizayn edirəm, onların geyimlərini dizayn edirəm və daha sonra komanda yoldaşlarıma ötürürəm. Komanda yoldaşlarım da oyundakı personajlara animasiyalar verirlər və oyuna uyğun developerlarımız onlara kodlar yazırlar. Mən də öz növbəmdə NOS studiya komandasının tərkibində game developer olaraq fəaliyyətimi davam etdirirəm könüllü şəkildə. Bizim işimiz baş personajlara və yan personajlara hərəkətliyin verilməsi, testlərin həyata keçirilməsi və baqların aradan qaldırılmasıdır.